Fikir verin, son zamanlar o jurnalistin qayıdıb deməsi ki, azyaşlı uşaqlar örtünməsi məcburiyyət olmasın. Mən bütün müsəlman kimliyimi qoyuram bu dəqiqə. Adın nə qoyurlar? Liberal qoyurlar, qoysunlar mənə ad, sekulyar qoyurlar, hər nə deyirlərsə. Mən dini kimliyimi qoyuram qırağa. Deyirsən ki, azyaşlı uşaqlar başlarını örtməsinlər, bu məcburiyyətdir. Gözəl, qəşəng, başa düşdüm. Mən özüm də məcburiyyəti qəbul etmirəm. Hərçənd mən bu adamı deyəni görmürəm ki, uşaqların əmək istismarı kimi reklam olunması, müxtəlif partilərdə rəqs etməsinə etiraz bildirsinlər. Bunun kökündə müqəddiməsində bu islamofobik yanaşma var. Amma danışanda emosiyalarını saxlaya bilmir. Qayıdır deyir ki, niyə mən gələcəyimi verim qurban, niyə məhdudlaşdırım? Baba, bu müqəddimələrdir ona bu nəticəyi gətirib çıxaran. Və göstərirsən ki, bizim nə qədər örtülü qızlarımız yüksək nəticələr qazandırıblar. Mən həm müsəlmanların örtüyə riayət etməyən qadınları pisləməsinə qəbul etmirəm bu fikri. Yəni, örtüydə olanlar müqəddəs Məryəmdilər, örtüydə olmayanlar, nə qədər bizim analarımız, bacılarımız, yoldaşlarımız var. Nə bu fikri dəstəkləyirəm ki, əxlaqsızdır, nə də bu tərəfi ki, bunlar geridə qalmışdır. Madam ki, deyirsiniz ki, örtük əxlaq göstəricisi deyil, qadının geyimi heç vaxt onun əxlaq ölçüsü ola bilməz. Niyə özünüz geyim əsasında cəmaatı cahil hesab edirsiniz? Sən xoşuma gəlmir ki, deyəsən ki, kimsə açıq geyimdə onu nöqsan gətirəsiniz. Və sən niyə o geyim əsasında kiməsə cahil, kiməsə geridə qalmış deyirsən? Gücə tabe olmaq, güc kimdirsə ona tabe. Bəzi psixoloqlar deyirdilər ki, biz müasir dünyanın dinini biz təyin edirik. Belə bir iddia var idi. Yəni Allah da bilir ki, insanda tabeçilik hissi var. Şəriəti qoy qırağa. Allah deyir ki, mənə tabe ol. Ən güclüsü mənəm, ən aradan getməyəni mənəm filan. Bunlar var, bunlar səni xusrana gətirib çıxardacaq. Ona görə mən deyirəm, biz İslamı dəvət, təbliğ edərkən bu prizmadan yanaşsaq, mən də hərdən bunları düşünmüşəm sonda. 24-cü əsrdə gəncə nə dinlə maraqlı ola bilər? Gəncə ola bilər ki, deyək indiki şəriət qaydaları maraqlı olmasın. Amma insan və yaradıcı münasibəti hər zaman maraqlı olacaq. İndi biz deyirik, yox, gələcəkdə olmayacaq. Sovetun dövründə də deyirdilər də, din öldü. Nietzsche də dedi, Allah öldü. Hanı öldü, ölməyib, aktualdır yenə də. Amma Allah aktualdır ya, şəriətin o şeyləri ayrıcadır. İnsan hər zaman öz yaradıcısını axtarır. Yəni bu bizim fitrətimizə qoyulan bir şeydir də.